Babanın 3 oğlu var, qızı yoxdur. Babanın nəvələrinin hər biri öz əmilərinin hər birinə bir hədiyyə verdi. Babanın Qadir adlı oğluna 6, Sabir adlı oğluna 4, Adil adlı oğluna 8 hədiyyə çatdısa, Qadirin neçə övladı var? Əslində şərti başa düşsək, çox asan bir sualdır. Deməli, nəvələr əmlərinə hədiyyə verir. Qadirə 6 hədiyyə düşməsi nə deməkdir? Deməli, Qadirin qardaşı uşaqları da, yəni əmlərinə hədiyyə verirsə, Qadirin öz uşaqları bura aid deyil. Qadirin o 2 dənə qardaşının uşaqları Qadirə hədiyyə verir. Bir hədiyyə verir. Hər biri bir hədiyyə verir. Deməli, Qadirə 6 hədiyyə çatdısa, deməli, Qadirin o 2 qardaşının 6 dənə uşağı var toplamda. Yəni, kimdə o 2 qardaş? Sabirlə Adil. Sabir üstəgəl Adil bərabərdə 6. Yəni, Sabirlə Adilin 6 uşağı var. Sabirə 4 hədiyyə çatdı. Deməli, o bir 2 qardaşın 4 uşağı var toplamda. Çünki həmin uşaqlar əmləri Sabirə hədiyyə verir. Qadirin uşağı ilə Adilin uşaqlarının əmsidir də Sabir. Onda Qadir üstəgəl Adil bərabərdir 4. Və Adilə 8 hədiyyə çatdı. Deməli, Adil 8 dənə uşağın əmsidir. Yəni, Qadirlə Sabirin uşaqlarının əmsidir. Qadir üstəgəl Sabir bərabərdir 8. Bunu bu formada yazdıqdan sonra geridə bir şey qalmır. Çünki bu sistem tənlidir. Alt-alta toplasam, 2 dənə Q var, 2 dənə S var, 2 dənə A var. Yəni ki, yazıram bura 2Q üstəgəl 2S üstəgəl 2A. Sağ tərəfdə toplayaram. 6, 4, 8, elədir 18. Sonra hər tərəfi bölürəm 2-yə. Çünki bu Q'lar 2 dənədir, S'lar 2 dənədir, A'lar 2 dənədir. Bölürəm 2-yə. Q üstəgəl S üstəgəl A bərabərdir 18-i 2-yə böləndə 9. Deməli, üçünün toplamda 9 uşağı var. Mənə kim lazımdır? Qadirin uşaqlarının sayı. Onda Sabirlə Adildə 6 dənə idisə, 9-dan 6 çıxıram, deyirəm ki, Qadirə qaldı 3. Yəni, S üstəgəl A-nın yerinə 6 qoyuram, 9 çıx 6, Qadirin uşağı olur 3. Tutaq ki, Sabiri tapmaq istəsəydim, Qadir üstəgəl Adil 4 idi. Qadirlə Adilin yerinə 4 qoyacaqdım. 9-dan 4 çıxacaqdım. Sabir olacaqdı 5. Baxın, 3, 5. Bir dənə Adil də tapaq. Baxın, Q üstəgəl S 8-dir. Yəni, Qadir üstəgəl Sabir 8-dir. 9-dan 8 çıxanda Adilə də qalır 1. Həqiqətən də toplayanda 9-u verir.